Fatimə-i Zəhranın adıyla təcavüzkar qövmə haqq qazandırmaq. Bu nə müsəlmanlıqdır, nə insanlıq. İran rejiminin Ermənistanla birgə keçirdiyi hərbi təlimin ya Fatimə-i Zəhra kod adıyla təqdim edilməsi İslam dünyasında dərin hiddət doğurub. Tanınmış ilahiyyatçı yazar Turan İrfan bu hadisəyə sərt reaksiya verib və bu təlimi Peyğəmbər Əhl-i-Beytinin adına açıq təhqir kimi qiymətləndirib. Turan İrfanın sözlərinə görə Xocalıda körpə zəhralara qarşı amansızlıq göstərmiş, müsəlman Azərbaycanlılara qarşı soyqırım törətmiş bu toplumla İslamın ismət simvolunu yanaşı çəkmək dini dəyərlərə qarşı həqarətdir. Peyğəmbərimizin qızı Həzrət Əlinin həyat yoldaşı olan Fatimə-i Zəhranın pak adını hərbi siyasi maraqlara alət etmək, onu Ermənistana dəstək niyyəti ilə istifadə etmək, İslamı və bütün müqəddəsləri təhqir etməkdir. İlahiyyatçı bildirir ki, bu addım yalnız İran rejiminin deyil, bütövlükdə Fars şubiyyəsinin ikiyüzlü siyasətindən qaynaqlanır. Bu kod ad göstərir ki, məqsəd dini siyasi qalxan qurmaqdır. Amma Fatimə-i Zəhranın ismini Xocalı qatillərinin yanında çəkmək, bu müqəddəs adla onlara dəstək nümayiş etdirmək nə dini, nə insani baxımdan izah oluna bilər. Turan İrfan vurğulayıb ki, İslamın ilk ismət siması Fatimə-i Zəhranı qorumaq, onun adını belə təhqirdən çəkindirmək hər bir müsəlmanın müqəddəs borcudur. Əhl-i-Beyti, xüsusilə də Fatimə-i Zəhranı müdafiə etmək yalnız onun şəxsini deyil, İslamın öz mahiyyətini müdafiə etməkdir.